Salam əziz şagirdlər. Bugün Riyaziyyat 6-cı sinif 2-ci hissə iş dəftərindən səhifə 42, 43 və 44-ün izahını verəcəm. Səhifə 42 ilə başlayaq. Birinci tapşırıqda bizə deyir ki, 3 düz xəttin müstəvidə vəziyyətinə görə qeyd olunan bucaq cütlərini müəyyən et. Bucaq 1, baxırıq ki, A düz xəttinin üstündədir. Bucaq 2, B düz xəttinin alt hissəsindədir. Hər ikisi xaricdədir və hər ikisi, diqqət etsəz, sol tərəfdədir. Onda biz buna deyirik xarici bir tərəfli bucaqlar. Xarici bir tərəfli. Daha sonra baxırıq bucaq 1, bucaq 2. Hər ikisi daxildədir. Qeyd edirəm daxili. Hər ikisi, yenə diqqət etsəz, sol tərəfdədir. Onda olacaq daxili bir tərəfli. Daha sonra yenə bucaq 1 ilə bucaq 2. Hər ikisi AB düz xətlərinin daxilindədir. Amma biri sağda, biri solda və yaxud biri üst hissədə, biri alt hissədədir. Onda biz buna deyirik çarpaz. Daxili çarpaz bucaqlar. Burada isə A düz xəttinin üzərinə düşən C düz xətti üst hissədə bucaq 1 əmələ gətirib. Burada isə bucaq 2 əmələ gətirib. Belə bucaqlara biz deyirik uyğun bucaqlar. Keçirik ikinci tapşırığa. Tələb olunan bucaq cütlərinə bir neçə nümunə yazın. Daxili çarpaz bucaqlar. Baxın, daxildə yerləşən bucaqlar bunlardır. Bunlar daxildədir. Çarpaz, məsəl üçün biri bu CD düz xəttin üst hissəsindədir, biri alt hissəsindədir. Biz bunlara deyirik çarpaz bucaqlar. Baxın, bunlar bir-birlərindən çarpazdır. Onda yazaq A, M, D bucağı, A, M, D bucağı. Daha sonra F, N, M bucağı. Bucaq F, N, M bucağı və yaxud siz misal üçün bununla bunu da yaza bilərsiniz. Bunlar da daxili çarpazdır. Sonra xarici bir tərəfli. Baxın, xaricdə yerləşən bucaqlar. Baxın, xarici bucaq. Bu da xarici bir tərəfli. Bu da xaricidir, bu da xaricidir. Bir tərəfli olanlar hansıdır? Baxın, CD düz xəttindən aşağı hissədə. Biri budur, biri də budur. Olacaq xarici bir tərəfli bucaqlar. Adlarını yazırıq C, M, B. Sonra F, N, D. Keçirik B-sinə. B-sində daxili bir tərəfli deyil. Baxın, daxildə, burada içəri hissədə biri bunu yazıram, biri də bunu yazıram. Hər ikisi baxın, burada soldadır. Adlandıraq A, Y, F, bucaq A, Y, F. Daha sonra buradakını adlandıraq C, F, Y. C, F, Y. Sonra bizə deyir uyğun bucaqlar. Baxın, AB və CD düz xəttin üzərinə gəlir sağda. Gəlir sağda. Bunlar olur uyğun bucaqlar. M, Y, B, sonra Y, F, D. Keçirik 3-cü tapşırığa. Boş yerlərə uyğun olanı yaz. Daxili çarpaz. Baxaq, ANC haradır? ANC buradır. Xarici bucaqdır. YMD bu da xarici bucaqdır. Hər ikisi deməli, CD düz xəttinin üst hissəsindədir. Onda xarici bir tərəfli olacaq. Xarici bir tərəfli. Buraya yazıram. Xarici bir tərəfli. Və yazaq ki, yerləşsin. Xarici bir tərəfli. FMD buradır. Baxıram ki, AB düz xəttinin üzərinə gəlib düşüb CD düz xətti aşağıda buranı, yenə aşağıda buranı. Bunlara biz deyirik uyğun bucaqlar. Buraya yazırıq uyğun bucaqlar. Uyğun. Sonra YMN buradır. ANM buradır. Hər ikisi daxildədir. AB və YF düz xəttlərinin daxilindədir. Hər ikisi, baxın, CD düz xəttinin üst hissəsindədir. Onda biz buna deyirik daxili bir tərəfli bucaqlar. Həm daxildədir, həm də hər ikisi üst tərəfdə oldu. Daxili bir tərəfli. Sonra baxırıq BNC
BNC buradır. FMN də buradır. Bu da uyğun bucaqlardır. Uyğun bucaqlar. Necə bildik uyğun bucaqlardır? Az əvvəl dedik, CD düz xətti gəlir bura, üst hissədə bunu əmələ gətirir. Yenə gəlir bu düz xəttin üstünə, üst hissədə bu bucağı əmələ gətirir. Biz keçirik 4-cü suala. A və B düz xətləri paraleldirsə, düzgün işarə qoyacağıq. Paralel deyilsə, X işarəsi qoyacağıq. Baxırıq A bəndinə. A bəndində bizə verilibdir. Xarici bucaq, xarici bucaq. A və B düz xətlərinin paralel olması üçün bunlar ikisi xarici bir tərəfli bucaqlardır. Xarici bir tərəfli. Cəmi 180-ə bərabər olmalıdır. 122 üstə gəl 22 bərabərdir 144 dərəcə. Yəni 180-ə bərabər deyil. Onda yanlışdır. Daha sonra burada uyğun bucaqlar var. Mən hardan bilirəm bu uyğundur? Çünki mən burada nə görməliyəm? Paralel düz xətlərin A və B paraleldir. Alt hissəsində 45, alt hissəsində 45. C düz xətti gəlib bu bucaqları əmələ gətirib. Deməli, doğrudur. Uyğun bucaqlar bir-birinə bərabər olur. Burada isə baxıram ki, daxili bucaqlardır. Daxili bir tərəfli bucaqlardır. Bir tərəfli. Hər ikisi C düz xəttinin görürsünüz aşağı hissəsindədir. Onda 56 ilə 114-ün cəmi bizə verir 170 dərəcə. Yəni 180-ə bərabər deyil, yanlışdır. Yəni yanlış deyəndə paralel deyil. Daha sonra bunlar bu doğrudur. Çünki xarici və çarpaz bucaqdır. Çarpaz bucaqlar bir-birinə bərabər olur. 117 bərabərdir, 117 olmalıdır. Keçirik səhifə 43-ə. Tapşırıq 5-də bizə deyir ki, verilənlərə görə məchul bucağı tapın. Burada xarici çarpaz bucaqlar olduğu üçün bir-birinə bərabərdir. Burada daxili bir tərəfli bucaqlardır. Onda biz 180-dən çıxmalıyıq. 38-i edəcək 142 dərəcə. Daha sonra burada uyğun bucaqlar var. Bunlar bir-birinə bərabərdir. Burada deməli bu iki xət olan bucaq, baxın buradır. Bunlar ikisi daxili bir tərəfli bucaqlardır. 180-dən 74-ə çıxırıq, edir 106 dərəcə. Y bəndinə baxırıq. Burada isə daxili çarpaz bucaqlar olduğu üçün bir-birinə bərabərdir. Tapşırıq 6-ya baxaq. Şəkildə verilənlərə görə doğru olanları doğru, yanlış olanları X ilə işarə et. Deməli, X ilə T uyğun bucaqlarda bir-birinə bərabərdir. Əvvəlcə biz buradan X-i tapaq. Deməli, bura 123-dürsə, uyğun olaraq Y bucaqda 123 olmalıdır. Doğrudur. 180-dən 123-ü çıxıram. Bərabərdir 57 dərəcə. Yəni 123-ün qonşu bucağı buradan X 57 dərəcədir. X bucağı T bucağı ilə bir-birinə bərabərdir. Çünki ikisi də uyğun bucaqlardır. Onda bu yanlışdır, bu doğrudur. Daha sonra baxırıq bu şəklə. Bura 95 verilibdir. Bura 95 dərəcədir. Daha sonra 95 və T bucağına diqqət etsək, 95 ilə T 180-dən çıxacağım. Xarici bir tərəfli bucaqlardır. Edəcək 85 dərəcə. T-ni tapdıq 85. Burada bizə səhv verilibdir. T və Y bir-birinə bərabər olmalıdır. Yəni T də olmalı idi 85 dərəcə. Çünki xarici çarpaz bucaqlardır. Y-yə 85 yazılmalıdır. Doğrudur. Sonra X ilə də Y bir-birinə bərabərdir. Həmçinin bunlar X-a bərabərdir. Nəyə görə? X və Y uyğun bucaqlardır. Uyğun. Uyğun olduğu üçün bu da 85'dir. Keçirik 7-ci tapşırığa. Müstəvi üzərində A və B düz xətləri C düz xətti ilə kəsişir. Bu zaman əmələ gələn bucaqlar haqqında doğru fikirləri, yanlış fikirləri işarə et. Çarpaz bucaqlar deyirsə,
kongruentdir, doğrudur. Çarpaz bucaqlar bir-birinə bərabər olmalıdır. O zaman düz xəttlərimiz paralel olur. Yenə xarici çarpaz deyirsək, yenə kongruent olmalıdır. Burada C cəmi 180 yanlışdır. Uyğun bucaqlar bərabərdir, doğrudur. Daxili bir tərəfli bucaqlar bərabərdir, yanlışdır. 180 dərəcə olmalıdır. Keçirik 8-ə. 8-də deyir, tələb olunan bucaqların dərəcə ölçülərini yaz, cavabına əsaslandır. DFB buradakı bucağı istəyir. Bir də FDS. FDS buradakı bucağı istəyir. FDS bu xətt, paralel düz xətti uzadıram. Demək, burada baxın, bu 30 dərəcəli bucağımız və buradakı bucağımız adları deməli AFD və SDF bucağı. Bu ikisi daxili bir tərəfli bucaqlardır. Buraya yazıram. Daxili bir tərəfli 180 dərəcə olur. Ona görə də bura 30'dursa 180'dən 30'u çıxıram. Bura olur 50 dərəcə. FDS bucağına 50 dərəcə yazıram və burada DFB bucağı, baxın burada əvvəldən qeyd etdiyimiz bu bucaq həmin bu bucaqla çarpaz bucaqdır. Çarpaz bir-birinə bərabər olur. Çarpaz bərabər olur. Çarpaz bucaqlar bərabər olur. Ona görə də bura 50'dirsə, elə burada 50 dərəcə olacaq. Buraya yazıram 50 dərəcə. Daha sonra burada A və B, AB ilə CD paraleldirsə, bu 50 dərəcə bucağın çarpazı olacaq bura 50 dərəcə. Deməli, bunlar çarpaz bucaqlardır. A, B, O bucağı və yaxud O, B, A, B, A, O bucağı. Baxın belə. B, A, O bucağı və yaxud da adlandırıla bilər O, A, B bucağı. O, A, B. Buraya yazıram 50 dərəcə. Nəyə görə? Təkrar edirik, çarpaz bucaqlardır. Yine burada yazıram ki çarpaz. Şöyle yazaq. Çarpaz bucaqlar bərabərdir. Həmçinin bura 85 dərəcədir. Bunun da çarpazı buradır. 85 dərəcə. OBA bucağına da yazıram. 85 dərəcə. Keçirik digər tərəfə. Burada bizdən istəyir SAB bucağını. SAB buradır. Əgər AB düz xətti CD düz xəttinə paraleldirsə, burada bir tərəfli bucaqlar var, həm də daxili. Daxili bir tərəfli bucaqları yenə yaza bilərik ki, 180 dərəcədir. 180-dən 140'ı çıxıram. 180'dən də 140'ı çıxanda bura qalır. 180'dən 40'ı çıxıram, bura qalır 140 dərəcə. Buraya yazıram 40 dərəcə. Həmçinin bizdən istəyir ABD bucağını buranı. Bu 140 ilə da buradakı bucağımız daxili bir tərəfli bucaqlardır. Yenə 180'dən 140'ı çıxıram, bura olur 40 dərəcə. Daha sonra keçirik D bəndinə. D bəndində ASD bucağını istəyir buranı. Bu bucaqla bu bucaq hər ikisi xarici bucaqdır və bir tərəfli bucaqdır. Buraya yazıram xarici bir tərəfli bucaqlar. Yəni xarici bir tərəfli 180 dərəcə olur cəmi. Bura olmalıdır 80 dərəcə. 180'dən 100'ü çıxıram, qalır 80 dərəcə. Sonra deyir SYF bucağı. SYF buradır. Bu 80 ilə bura uyğun bucaqdır. Onda burada olacaq 80 dərəcə. Uyğun bucaqlar bərabərdir. Keçirik 9-cu tapşırığa. Nömrələnmiş bucaqların dərəcə ölçüsünü tapın. Paralel düz xətti uzadıram. Və görürəm ki 150 dərəcəli bucağa uyğun bucaq 1'dir. Bura olur 150 dərəcə. Və bucaq 1 ilə bucaq 2 də uyğun bucaqlardır. Ona görə bucaq 2 də olacaq 150 dərəcə. Burada isə
Bucaq 120 ilə bucaq 2 uyğun bucaqlardır. Bucaq 2 olur 120 dərəcə. Bucaq 1 ilə bucaq 1 daxili bir tərəfli bucaqlardır. 180-dən 120-ni çıxırsınız, bura olur 60 dərəcə. Daha sonra burada baxın, bunu belə uzadıram. Biraz uzadaq. Görürük ki, bura 58-dirsə, uyğun olaraq burada 58-dir və bucaq 1 ilə burada uyğun bucaqlardır. Onda bucaq 1 olur 58 dərəcə. Bucaq 1 və bucaq 2 və yaxud da belə baxaq, bura 58-dir. 58 ilə 2 daxili bir tərəfli bucaqlardır. 180-dən 58-i çıxıram. Bucaq 2-ni tapıram. 122 dərəcə. Bura baxırıq, paraleli uzadıram. Bu paraleldə uzadıram. Bura bucaq 72 dərəcədirsə, burada həmçinin uyğun olaraq 72 dərəcə olacaq və bucaq 1 ilə bucaq 2 daxili çarpaz bucaqlar olduğu üçün orada olacaq 72 dərəcə. 10-cu tapşırıqla davam edirik. Qeyd olunan düz xəttlərin paralel olub olmadığını əsaslandır. 80 ilə 85 bir-birinə bərabər olmadığı üçün, yəni uyğun bucaq olmalıdır ki, bir-birinə bərabər olsun. Onda bunlar paralel deyil. Paralel deyil. Keçirik B bəndinə. C və D düz xətləri. C və D düz xətləri. C və D düz xətlərinə baxırıq. Deməli, bura 80-dirsə, burada 100'dür. Bunlara 80, buraya yazaq ki, uyğun. 80 ilə də 100 bizə 180 verir. Onlar da xarici bir tərəfli bucaqlardır. Xarici bir tərəfli. Xarici bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Ona görə də biz deyəcəyik ki, C və D paralel düz xəttlərdir. Keçirik 11-ci tapşırığa. OD parçası BON bucağının tən bölənidir. Buradakı bucağı yarı-yarıya bölübdür. Suala cavab ver və fikrini əsaslandır. BOD neçə dərəcədir? BOD. Yalnız buranı istəyir bizdən. Bura 100 dərəcədirsə, uyğun olaraq burada 100 dərəcədir. Fikrimizi əsaslandıraq. Deməli, bura 100-dürsə, burada daxili bir tərəfli bucaqlar var. 100 və bura. Yazırıq ki, daxili bir tərəfli bucaqlar 180 dərəcə olmalıdır. Onda 100 üstəcəl, 100 üstəcəl. Bunların hər birinə x deyirəm. 2x 180-dirsə, buradan 2x bərabərdir 80-ə, x də bərabərdir 40 dərəcəyə. Olduğu 40 dərəcə. Sonra bizə deyir, OBD üçbucağı bərabər yanlı üçbucaqdırmı? OBD. Biz əvvəlcə bura bu 40 dərəcəni yerləşdirək. Baxın, burada 40 dərəcədir. Bu 40-ın çarpazı buradır. Bu 40-dan söhbət gedir. Baxın, bu 40-ın buradakı 40 dərəcəli bucağın çarpazı buradır. Bu 40 dərəcəli bucağın. Ona görə də bizdən üçbucağı soruşur. Baxın, bu üçbucaq deyir bərabər yanlıdırmı? Və mən baxıram ki, oturacaq bitişik bucaqlardan burada 40-dır. Burada 40-dır. Onda biz deyəcəyik ki, bəli, bərabər yanlı üçbucaqdır. Əsaslandırırıq ki, oturacağa bitişik bucaqlar bir-birinə bərabərdir. On ikiyə baxırıq. Lalə kompüterdə düzbucaqlı çəkdi. O düzbucaqlının qarşı təpələrindən keçən
A və B düz xəttlərini çəkdikdən sonra şəkildəki kimi C düz xəttini də çəkdim. C düz xətti A düz xəttinə paraleldir. Demək, C ilə A paraleldirsə, bucaq 1 ilə bucaq 125 xarici daxili çarpaz bucaqlardır burada. Bura olacaq 125 dərəcə. Sonra deyir, Lalə C düz xəttinə paralel olan D düz xəttini çəkərsə bucaq 2 neçə dərəcə olar? İndi isə buranı istəyir bizdən. Bunlar paraleldirsə bir-birlərinə, bura 125, burada 125 olacaq və burada 125 olacaq. Burada 125 idi, tapmışdıq. Demək, bu bucaq 1 və bucaq 2 xarici, yəni A və D düz xəttlərinə nəzərən xarici bir tərəfli bucaqlardır. Bir tərəfli bucaqlar. Onda 180 çıxılsın 125 bərabərdir. Tapacağıq 55 dərəcə. Və yaxud bu 125 ilə bucaq 2-ni qonşu bucaq kimi düşünsəz, yenə 180-ə 125 çıxmalı olacaqsınız. Cavab 125 dərəcə ilə 55 dərəcə oldu. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.